Baxın, indi mən sizə bir video göstərəcəm. Lugansk vətəndaşı Rus o vaxt nə baş verib və Lugansk vətəndaşı nə düşünür Rus imperiyası və Putin haqqında? Baxın, görün nə danışır Luganskda olan qadın. Я из Луганска. Из Луганска? Да. Луганск это, по-моему, территория России. Да. Да. Вы сильно против России? Скажите нам честно. Почему? Ну, потому что Россия это одна страна, а Украина это совершенно другая страна. А где было лучше? В Украине, Почему? правда. Почему было лучше? Было стабильно, было спокойно, было культурно, было воспитанно. А сейчас приехала очень... Вас же, по-моему, насколько я знаю, несколько лет бомбили. Ну, это у вас так по телевизору говорят. А что, на самом деле тихо было? А на самом деле, в 2014 году, 9 лет назад, вошла российская армия, ну и логично, украинская армия их и лупашила. Eşidirsən, Taxtabaş, bunu Lugansk əsilli qadın danışır. Axı Putin həmişə deyir ki, orada Luganskda deyir, Rus dilini qadağan edirdilər və orada deyir, oranı bombalayırlar, ona görə biz ordunu saldıq. Yalan deyir. Ona görə yalancı və oğru deyirlər, öz vətəndaşları. Yalancı və oğru. Qadın deyir, bəyax, eşitdin öz dövlətinin başçısına. Yalancı və oğru. Bu çox ağır ittihamlardır. Çox ağır ittihamlardır. Düzünə deyirlər artıq. Yalancı və oğru. Fakt. Deyir ki, o bundan soruşur da, bilə-bilə soruşur adam da. Yəqin ki, o da elə bundan bir eyni düşüncədədir. Bəs deyirlər, axı Luganskı bombalayır, deyir, yox, Rus siz gələndən sonra, bu özü Rusdur. Rus ordusu gələndən sonra Ukraynalılar başladılar onları vurmağa. Sən yəni işğal edir. Yəni biz necə Qarabağı vururduq? O Qarabağda işğalçı orada oturmuşdu, vuracaqdıq da onu. Düzü çıxardıq öz torpağını. İndi vurmuruq ki, oran bizim torpağı. Adam öz torpağını vuraq. Bu da Luganskda Ukraynanın ayrılmaz hissəsidir. Və geri də qaydacaq. Deyir, Ukraynanın vaxtında elə mədəni idi, elə gözəl idi, elə sakit idi, elə gözəl. Doğrudan da elə idi. Donetskda, Luganskda çox varlı, hallı və gözəl şəhərlər idi. Və bütün millətlər də orada dostluq içində yaşayırlar. Donetsk, Gorod, Roz, Fontanov, Donbas Arena, Lugansk, keçmiş adı Varaşlovqradda yer gəlmişin. Donetsk Şaxtyor güclü komandadır, amma bu şəhərin də komandası Zarya Varaşlovqrad bir dəfə dünya SSR çempionu olub. Bəli, bəli. Bu şəhərin, bax Lugansk şəhərinin komandası bir dəfə SSR çempionu olub. Və mən yadımdadır ki, o komandada alimlər oynayırdılar. Çünki balaca şəhərdir, Sovet dönəminin o dövründə də o qədər böyük şəhər deyil. O vaxt adı Varaşlovqrad idi. Zarya komandası var idi. Yəni, gözəl yerlərdir. Ukraynalılar heç vaxt bizə və yaxud da digər millətlərə, saçı qara olan millətlərə də biraz dərimizin rəngi fərqlidir. Heç vaxt bizə Çernozadı, Çerno falan deməyiblər, heç vaxt. Qardaşca olmuşuq həmişə, o da Slavyandır da. Şimdi Moskvadakı da Slavyandır, o da Slavyandır. Nətər olur, burada bizə Çernozadı deyirlər, Taxtabaşı yaradırlar. Düzdür, Taxtabaş qeyb onun altına girir. Amma burada bizə dostluq, qardaşlıq eləyirlər. Çünki bu başqadır da bu. Çünki bu imperiya düşüncəsindən uzaqdadır. Bu qərbə inteqrasiya eləmək düşüncə. Bu Reç Pospolitanın ənənəsində yaşayan bir xalqdır. Amma bu Rusdur. Bax, Mərkət bu da Tatar üzüdür, amma Rusdur. Lugansk şəhərinə. Deyir, sakit də qadındır. Deyir ki, valla yaxşı idi, gəldiniz, körladınız da. İndi bilirsiniz nə haldadır Donetskdan Lugansk. Küçədə banditlər gəzir. Orada da qaz işi problemi var. İndi benzin problemi də orada var. Orada hər şey tökülür, hər şey bilirsiniz, rəzil haldadır. Nə fantan, su yoxdur. Evdə unitaza tökmə, nə dəfələrinə burada göstərmiş. İfunət basıb o şəhərləri. Uçanlar, insanları niyə bu günə qoydun sən axı? İndi sənə vor, ilжец deyirlər, yalancı və oğru deyirlər. Niyə bu hala qoydun? Nə istəyirdin sən? SSR-ni bərpa edib Taxtabaşları, ay SSR-i kalpasa gələcək. Bu axmaqlar da burada və öz ölkəndə də. Nə oldu bu? Hanı kalpasa? Nə hala saldın sən? Elə böyük bəla gözləyir ki, görəcəksiniz onun axırı necə olacaq. Hitlerin, Saddam Hüseynin sonu hələ ona nisbətən şərəfli olacaq. Bu insanların bəlasının səbəbkarıdır. İşğalçılıq heç vaxt bağışlanmaz və yadınızdadsa bizim dövlət başçımız cənab İlham Əliyev ondan Ukraynalı jurnalist soruşanda ki, siz öz torpaqlarınızı azad etmişsiniz, zəfər əldə etmişsiniz, biz sizin məsləhətinizə ehtiyacımız var. Nə məsləhət görərsiniz bizə deyib, heç vaxt İlham Əliyev dedi ki, Ukraynalı,
Qardona və digər orada Qurbanova vardı, o məşhur Ukraynanın ən məşhur jurnalistlərindən. Heç vaxt işğala boyun əyməyin. Heç vaxt və Ukraynalılar heç vaxt işğala boyun əyməyəcəklər və mütləq zəfər qazanacaqlar demişdik, zəfər qazanırlar. Rusiya olduqca pis vəziyyətdədir.